Geldik çıktık Casablanca'ya. Burada yeni il ab havası var. Bəh. Casablanca adı qədimi olsa da şəhər çox müasirdir. Çox müasir. Bu bizim otelimizdə gəlmişik elə indi təzə. İndi registrasiya olacaq, sonra çıxacaq şəhərə gəzməyə. Qəşəng oteldir. Hoşuma gəldi. Nə gözəl bəzəyibləri. Burada yeni il ab havalı. Çox qəşəngdir. This is your room. Just put the key here. Please. Oh. Bəh. Bura bizim 2 günlük evimiz olacaq. Çok qəşəng. And usually I like this. You have a mini bar, you have the soft drinks included. And here you have the safe for your personal things. Orada da You can see the Atlantik view and I'm Okeanı wishing you a lovely stay. sahili. Sevda Hanım, Bəli, geldik çıktık Casablanca'ya. gəldik çıxdıq Casablanca'ya gəlib çıxmışıq. Səhərdən gəzirik, heç nə paylaşmamışam. Burada çox maraqlıdır. Əslində Mərakeşlə müqayisə elə desəz, əlbəttə ki, kalorit baxımından, rənglərin sehri baxımından mən Mərakeşi seçərəm. Bura müasir bir şəhərdir. Çok müasir, biz Megapolisdir, gözləmirdik. yəni İstanbul kimi bir şəhərdir. Megapolis, hündür binalar, gecə həyatı, ümumiyyətlə şəhər qaynayır. Hə. Mən burada maraqlıdır, bir dəfə görmək üçün. Amma Mərakeşə Bir də qayıtmaq növbəti adam dəfə də qayıtmaq istəyərdim. Casablanca'ya isə bir dəfə görmək kifayət elədir. Sabahı səhər gəlmişik səhər yeməyə. Bax görün yeməyə nələr var. Meyvələr var. Good morning. Marakanski səhər yeməyi. Da. Et voilà, bon appétit. Thank you. Bu bizim süfrədə gördüyümüz hamısı Mərakeş onlara aid olan səhər mətbəxinə aid olan səhər yeməkləridir. Bax, bu çox dadlıydı. Hə, balla, çox dadlıydı. İndi bunun dadına baxacağıq. Yəni sizə deyim ki, mətbəxləri çox dadlıdır. Və məndən soruşursunuz, deyirsiniz ki, Sevda xanım, onların yeməyini yemək olur. Hər şey olduğu kimi sevəndə o sənə çox gözəl görsənir. Bax, şəhərin özünü də mən də tərəddüd eləyirdim. Amma gələndə fikirləşdim ki, gözəl şəhərdir. Hər şey olduğu kimi qəbul elə. Onda mən bu şəhəri, hər şey xoşuma gəldi. Yəni, sadəcə olaraq dediyimə görə yox, amma mətbəxləri çox dadlıdır. Düzdür, bizim mətbəxə çatmaz, amma burada ac qalmayacaqsan. Sevda Hanım, sabahınız xeyir. Good morning, my dear friends. Məni bilirsən nə valeh edir? Yəni restoranda işləyən ofisiantların 3 dildə sərbəst danışmaqları. Bəli. Mən elə ona fikir verdim ki, deyirəm ki, necə sərbəst danışırlar, belə 3 dildə həmçənin sərbəst danışmağı qəşəngdir. Halal olsun, yəni uşaqlara o qədər. Amma mən sənə deyim ki, bunlar məcburdur ki, orada neçə dil var, rəsmi dil var. Ona görə də məsəl üçün taksistlər özlərində fransız dilində danışırlar, ingilis dilində danışırlar. Bir yaşlı bir kişiyə də deyir ki, mən məktəb oxumamışam. Yaza da bilmir. Yazmağı bilmirəm, amma Fransız dilisi sərbəst. Fransız dilisi sərbəst, ingilis dilisi sərbəst. Deyir ki, bəs necə siz bunu öyrənirsiniz? Deyir, eşidərək. Yalnız eşidərik.